Deməli, birinci sual verilən bitkilərdən neçəsi göstərilən sxemə uyğundur? Buynuz meyvə verir. Turp buynuz meyvəyə uyğundur. Lobya uyğun deyil. Noxud uyğun deyil. Paxla meyvədir ikisi də. Kələm buynuz meyvədir. Buğda dən meyvədir. Deməli, iki dənəsi verilən sxemə uyğun olacaq. Cavab B variantı olur. İkinci sual. Lobya bitkisinin hansı rəqəmlə verilən hissəsi ziqotdan başlanğıc götürməyib? Burada 1, 2, 3 rüşeym hissələridir. 4 də eyni zamanda rüşeym ləpə yarpağıdır. 5 isə toxumun qabığıdır. Bu ziqotdan başlanğıc götürməyibdir 5-ci. Ona görə cavab D variantı olaraq götürəcəyik. Üçüncü suala baxaq indi. Uyğunluğu müəyyən edin. Vərəm xəstəliyini bakteriyalar törədir. Bəli, bu doğru fikirdir. Sonra bitki, göbələk və bakteriyanın xarici qılafı plazmatik membranadır. Xarici qılaf yox, daxili qılaf plazmatik membranadır. Bu səhvdir. Vakol bitki, heyvan və bakteriya hüceyrələrində olur. Bu da yanlışdır təbii ki. Əmici tel hüceyrəsi ixtisaslaşmış hüceyrədir. Bəli, bu da doğru fikirdir. Biz doğruya doğru, yanlışa yanlışı seçirik deyə cavab 1 ilə 2-ni götürəcəyik. Yəni doğru cavabımız burada A variantı olmuş olacaqdır bizdə. Keçək dördüncü suala. Hansı bitkinin meyvəsinin əmələ gəlməsi iştirak edən yumurtacıq sayı yumurtalıq sayına bərabərdir? Belə olsa bir toxumları götürürük. Burada noxud bir toxumlu deyil, alma bir toxumlu deyil, pambıq bir toxumlu deyil, günabaxan bir toxumludur. Ona görə cavab C variantı olaraq götürəcəksiniz. Beşinci sual. Çoxalma sxemindən istifadə ilə yaranan yeni bitki haqqında hansı fikri söyləmək olmaz deyir. Meyvələri sadədir, bəli. Meyvə burada sadə meyvədir, bu düzdür. Meyvəli çərdək meyvədir, albalıdır, bu da çərdək meyvədir, düzdür. Toxumun rüşeymində 2 ədəd ləpə yarpağı olur, bəli, albalı 2 ləpəlidir, bu da düzdür. Yaranan bitkidə meyvəyə başlanğıc verən çiçəklərin yumurtalığında bir ədəd yumurtacığa rast gəlinər deyir burada bizə. Deməli, yaranan bitkidə meyvəyə başlanğıc verən çiçəklərin yumurtalığında bir ədəd yumurtacığa rast gəlinər deyir. Yaranan bitkidə meyvəyə başlanğıc verən çiçəklərin yumurtalığında bir ədəd yumurtacığa rast gəlinər. Beşinci sual. Verilmiş çoxalma sxemindən istifadə edərək yaranan yeni bitki haqqında hansı fikir söyləmək olmaz? Meyvəli sadədir, bəli. Meyvəli sadə meyvədir, bu düzdür. Meyvəli çərdək meyvədir, bəli, bu da düzdür. Toxumun üşəyimdə 2 ləpə yarpağı var, albalı 2 ləpəlidir, bu da düzdür. Yaranan bitkidən meyvəyə başlanğıc verən çiçəklərin yumurtalığında bir neçə yumurtacığa rast gəlinər. Bir neçə yox, təbii ki, tək yumurtacıqlıdır. Ona görə səhv cavab kimi D variantını götürəcəyik. Altıncı sual. Şagirdlərlə əyani eksperiment həyata keçirən müəllim şəklə əsasən onlara hansı tədqiqat sualını verə bilər? Ətraf mühitin temperaturu fotosintezin sürətinə təsir edirmi? Deməli. Sonra burada zaten ikisinə görə eynidir. Heç bir fərq kimi görə bilməyəcəyik bunun içərisində. Torpağın nəmliyi fotosintezə təsir edirmi? Torpağın nəmliyi də ikisi də nəm torpaqdır. Bunun da fərq qoya bilməyəcəyik. Günəş işığı fotosintez sürətinə təsir edirmi? Günəş işığı ikisinin də üzərinə düşür deyə fərq qoya bilməyəcəyik. Ətraf mühitdəki karbon qazının miqdarı fotosintezə təsir edirmi? Bəli, bunu müşahidə edə bilərik. Çünki burada bir dənə qurbağa var, burada iki dənə qurbağa var. Bunlar ətraf mühitdə daha çox karbon qazı xaric edəcək deyə karbon qazını öyrənə bilərik. Doğru cavab D variantı olur. Hörümçək kimlərə aid deyil? Tarantul hörümçək kimlərə aiddir? Ondan sonra qara qurd hörümçək kimlərə aiddir? Böf hörümçək kimlərə aiddir? Birə isə həşəratlara aiddir. Birə hörümçək kimlərə aid deyil. 8-ci sualımıza baxaq indi. Deməli, təsvirlə bağlı yanlış fikri müəyyən edin. A ilə göstərilib çəyirtkə, B ilə göstərilib yarpaq. A və B orqanizmdə məxsus hüceyrələr sitoplazmadan oksigeni istifadə edib karbon qazını xaric edərək hüceyrə səviyyəsində tənəffüsü həyata keçirən iki membranalı orqanizmə malikdir. Bəli, hər ikisi mitokondriya malikdir. Bu fikir doğrudur. A orqanizminin aid olduğu canlı qrupuna malik hüceyrələr A nədir? Heyvan. Əsas materialı Şileyden toplayaraq müəyyənləşdirir. Şileyden bitki hüceyrəsi haqqında məlumat toplayıb. Heyvan hüceyrəsi haqqında yox. Ona görə də bu fikir yanlış fikir kimi götürəcəksiniz 8-də. 9-cu suala baxaq. Verilən şəkildə X, Y və Z ilə müvafiq olaraq hansı kök növləri verilmişdir? X gövdən çıxıb deyə əlavədir. Y əsas kökdür, Z də yan kökdür.
Deməli, əlavə, əsas, yan. Doğru cavab D variantı olacaqdır. 10-cu sualımıza baxırıq indi. 10-cu sualda A, B, C canlılarının heyvanların müxtəlif qruplarına aiddir deyir. Bu canlıların bağlı verilmiş fikirlərdən hansı və ya hansılar yanlışdır? B. Soyuqqanlı heyvandır. Pulcuğu və çoxlu sayda vəziyə malik. Dəri. Bu deməli balıqlarda ola bilər və onurğalıdır. Tamam. Bu fikir burada doğrudur. Yanlış değil. A dərisi çılpaqdır. Selik ifraz edən çoxsaylı vəzilər var. İstiqanlıdır, onurğalıdır. A dərisi çılpaqdır. Selik ifraz edən çoxsaylı vəzləri var. Xeyr, bunlarda selik ifraz edən çoxsaylı vəz deyə bir şey olmayacaq istiqanlılarda. Elə bir şey yoxdur. Sırf çılpaq da deyil çünki dərisi. Ya məməli ya quşlu çılpaq deyil bunlarda. Bu yanlış fikirdir. C. Dərisi quru və vəzsizdir. C. İstiqanlıdır, tük örtüyü var. Tük örtüyü var. Dərisi quru və vəzsizdir. Vəzsizdir deyərkən vəzsizdir. Buynuz maddədən ibarət pulcuqlarla örtülübdür deyir. C-də baxıram. Dərisi qurudur deyir bizə. Burada əgər istiqanlıdırsa, dərisi quru vəzsizdir, buynuz maddədən ibarət, pulcuqdan ibarət. Xeyr, belə bir şey yoxdur burada. Bu da səhvdir. Yanlış fikirdir təbii ki. Məməlilərə görə götürsək, quşlara görə götürsək, quru və vəzsizdir bu cümləni deyə bilmərik. A. Dərisi qurudur. Yeganə dəri vəzsi piy ifraz edən büzdün vəzsidir. Bəli, quş kimi görsəm əlbəttə bu doğru ola bilər. C. Dərisində süd, tər, piy və qoxu vəzləri olur. İstiqanlı və tük örtüyü varsa məməlidir. Bəli, bu da doğru fikirdir. A. Aid olduğu qrupa məxsus bütün canlıların dərisi buynuz maddədən ibarət edərək örtü ilə örtülüdür. A da quşları götürsək, bəli, bu da doğru fikirdir. Ona görə yanlış cavab 2 və 3 olur. 2 və 3 də burada D variantında olacaqdır. Keçək növbəti sualımıza. Aşağıdakı qrafikdə onurğalı bir heyvanın bədən temperaturunun ətraf mühit temperaturundan asılılıq qrafiki verilmişdir. Qrafikə əsasən bu heyvan haqqında hansı mülahizə yanlışdır? Bu demək soyuqqanlı heyvandır. Göz ətraf mühit dəyişir deyə bu da dəyişir. Arxa ətrafları ön ətrafdan daha uzun olduğuna görə sırayla hərəkət edə bilər. Bəli, qurbağa kimi düşünsəm, əlbəttə ki, bu fikir doğru ola bilər. Üzgəclərin köməyi ilə hərəkət edə bilər. Bəli, balıq kimi düşünsəm, ola bilər. Timsah ola bilər. Bəli, timsah da ola bilər. Amma balasını südlə bəsləyir. Xeyr. Çünki məməlilər balasını südlə bəsləyən məməlilərdir. Məməlilər də istiqanlıdır, soyuqqanlı deyil deyəcəksiniz. 12-ci suala indi gəlin baxaq. Deməli, 12-ci sualda bizə deyir ki, çiçəkli bitkinin çoxalması zamanı iki fərqli üsul tətbiq edilmişdir. Bu üsullarla bağlı verilmiş fikirlərdən doğru olanları Venn diaqramına müvafiq olaraq seçin deyir. İndi baxırıq. Burada hansı hansına uyğun gələcəkdir yəni. Deyir ki, A. Bu üsulun tətbiqi zamanı bitkidə ilk yaranan kök bilavasitə gövdə ilə birləşmə yaradır deyir. Bu hər ikisinə ortaqdır. Yadda saxlayın. Nəyə görə bu hər ikisinə ortaqdır? Çünki biz deyirik ki, burada hər ikisinə ortaq olan A. Bu üsulun tətbiqi zamanı bitkidə ilk yaranan kök bilavasitə gövdə ilə birləşmə yaradır. Təbii ki, birinci gövdə ilə birləşmə yaradan əsas kökdə ola bilər. Əsas kökdə ola bilər. Bir də əlavə kökdə ola bilər. Yəni burada da birinci toxumla çoxalır. Toxumla çıxan kök bilavasitə iki yaranan kök bilavasitə gövdə ilə birləşmə yarada bilər və burada yarpaq çıxarır. Yarpaqla çıxdığına görə, yarpaqla çıxdığına görə xeyr, o yarpaqla əlaqəli olacaqdır. Yarpaq çoxalması var, gövdə çiyi deyil. Ona görə bunu yazıram bura. Bu doğrudur yəni. A doğrudur. Sonra bu üsulun tətbiqi zamanı bitkidə ilk yaranan kök növü bilavasitə gövdən inkişaf etmişdir deyir. İlk yaranan kök növü təbii ki hansıdır? İlk yaranan kök növü deməli gövdən inkişaf edən kök əlavə kökdür. O da buradan da inkişaf edən kök əlavə kök ola bilər. Bu bura aiddir. İkinci bura aiddir. B-yə aid deyil. Bu səhvdir. Bu üsulun tətbiqi zamanı yeni yaranan bitkidə yalnız iki növ kökə rast gəlmək olar. Bu da təbii ki C ilə
bu üsuldandır. Ortaq deyil. İkinci üsuldandır. Bəli, bunu bura aid eləyə bilərəm. İkinci üsulu. Bu doğru fikirdir. Sonra bu üsulun tətbiqi zamanı yeni yaranan bitkidə yarpaq və kök borları vasitəsilə əlaqəlidir. Yarpaq və kök vasitə birbaşa əlaqəlidirsə əgər, birbaşa əlaqəlidirsə əgər, o da hansı kök növü ola bilər deyirsiniz, təbii ki, burada birbaşa əlaqə ola bilir. Ona aid olmalıdır C-yə. Bu deyil, bu da səhvdir. A. Bu üsulun tətbiqi zamanı yerin yanan bitkidə zoğ və yarpaqlar Hüşeymin tumurcuğundan inkişaf edir. Hüşeymin tumurcuğundan toxumla çoxalmadır. O da A'ya uyğundur. Bu da düzdür. Ona görə 1, 3, 5 cavabı doğru cavab C variantı olaraq götürəcəyik cavabı. X sayda hörümçəkdə olan bəzi orqanlar qrafikdə A, B, C hərfləri ilə verilmişdir. Qrafikə əsasən yanlış fikri müəyyən edin. A. Deməli, X sayda hörümçəkdən söhbət. Tor vəzlərinin sayı ola bilər. Tor vəzlərinin sayı 3 cütdür. Burada bir yanlışlıq yoxdur. Bu doğru fikirdir zaten. Çünki tor zildiklərinin sayı xassı hörümçəkdə 3 cüt olur. Bu da mənə zaten elə A6X qədər verib. Yəni neçə dənədirsə hərəsində təbii ki 6 dənə də olacaqdır. Buradan doğru veribdir. B. Xelisellərin sayı ola bilər. Xelisel bir cütdür. Yəni 2 dənədir. X qədər də 2x olacaqdır. B. Bığcıq sayı ola bilər. Xeyr, hörümçəkdə ümumiyyətlə bığcıq yoxdur. Ona görə cavab C variantı olaraq götürəcəyik. 14-cü sual. Yaşıl quş mamırının hansı rəqəmlə göstərən hissələri həm ana, həm də ata bitkinin əlamətini daşıyır? Bu ziqotdan inkişaf edən ziqotun qucuğun ayaqcığı və qucucuqdur. Yəni 1-2-dir. Cavab D variantı olacaqdır. 15-ci sual. Hansı qrup bitkilərdə qeyri-cinsi nəsil üstünlük təşkil edir? Qıcılarda və ötü toxumlarda qeyri-cinsi nəsil cins nəsil üzərində üstünlük təşkil edir. Ona görə cavab B variantı olaraq götürürük. Hansı bitkinin yarpaq damarlanması şəkildəki kimidir? Yarpaq torvari damarlanma verilib. Palıd torvaridir. Soğan xeyr, paralel damarlanmadır. İndicəyi də eyni zamanda qövsvar indi paralel deyirik. Buğda da belə, amma palıdda isə torvari damarlanmaya aid olacaqdır. Hansı rəqəmlə göstərilən proseslər qarğıdanın erkək çiçəyində baş verə bilər? Erkək çiçəyində bəli, bu baş verə bilər. Bu da mitozdur, baş verə bilər. Buradan bu da baş verə bilər. Yox, bu mayalanma getməz erkəkçidir. N-dən 2 n əmələ gəlməz. 2 n-dən də n əmələ gələ bilər. Ona görə 1, 2 və 4 baş verə bilir. Yəni cavab D variantı olacaqdır. Nəyə görə? Məsələn, mikrospordan tozluq dənəsi bu baş verə bilər təbii ki. Mitoz bölünmə də gedə bilər. Ondan sonra meyoz bölünmədən də n əmələ gələ bilər. Amma orada mayalanma gedib n-lə n birləşib 2n əmələ gətirə bilməz. Tozlanmasında abiotik amil rol oynamır deyir. Zaten palıdda küləhləndir, abiotikdir. Qoz da abiotik küləkdir, söyüd də, amma noxud isə özünə tozlanır deyə bunun tozlanmasında heç bir abiotik amil rol oynamayacaqdır deyəsiniz. 19. X bölü Y ifadəsinin qiymətini N'in hansı qiymətində 1-ə bərabər olar? 8 xanı balığında 8 hərəsində 8 dənə üzgəc olduğuna görə 64 dənə demək üzgəc olacaq. Burada da quşun 64 dənə caynaqlı ətrafı, 64 dənə caynaqlı ətrafı. Neçə? Deməli, soruşur bizdən ki, sayı neçə olar? Bir növ vəziyə malik en sayda istiqanlı canlıda caynaqlı ətraf sayı. Caynaqlı ətraf sayı deyəndə biz bilirik ki, caynaqlı ətraf sayı en sayda istiqanlı canlıda caynaqlı ətraf sayı. Biz də bilirik ki, caynaqlı ətraf ancaq ayaqlardadır. 64 də böləm 2-yə, o da bərabərdir, 32 edir. Cavab D variantı olacaqdır 19-da. 19-dan sonra 20-ci sual. Şəkildə göstərilənlərdən hansı gametofit nəsildir? 1 sporofit nəsildir. 2 bəli. Bu gametofit nəsil olaraq götürəcəksiniz. Ondan sonra 3 də burada baxırıq. 3 də gametofit nəsildir. 4 də gametofit nəsildir və 5 də gametofit nəsildir. Ona görə 2, 4, 5 bunlar hamısı bir də gametofit nəsil olaraq sayılırlar. 21-ci sual. Hansında gametofit nəsil üstünlük təşkil edir? Mamırlarda gametofit nəsil üstünlük təşkil edir. Ona görə cavab C variantı olaraq götürürəm. 22-ci sual. Hüceyrənin hansı rəqəmlə göstərən orqaneli onun tənəffüsünə xidmət edir? Tənəffüsə xidmət edən mitoxondridir. Ona görə cavab A variantı olaraq götürəcəksiniz 22-də. 23-cü sual. Soyuqqanlı heyvanları seçin. Burada balıq soyuqqanlıdır, tısbağa soyuqqanlıdır, qurbağa soyuqqanlıdır. Ona görə 3, 4, 5 soyuqqanlıdır. Cavab B variantı olaraq götürürük.
24. Həlqəvi qurdlarda bilavasitə dərinin altında yerləşir. Həlqəvi qurdlar dərinin bilavasitə altında həlqəvi əzələ yerləşir. Ona görə cavab C variantı götürəcəyik. 25-ci sual. Hansı rəqəmlə verilən canlılar ox skeletinə malikdir? Ox skeletinə malik xordallardır. Burada 3 xordallara aiddir, 4 xordallara aiddir, 5 xordallara aiddir. Ona görə cavab 3, 4 və 5 cavabı olaraq bunu da buradan götürəcəyik.